Bismillahirrahmanirrahim. Mövzumuz yad planetlər barəsində olacaq. Bugünkü dillə desək, yad planetlər. Görəsən bizim bu yaşadığımız dünyadan əlavə ətrafımızda bizdən başqa varlıqlar varmı? Ümumiyyətlə yad planetlər varmı? UFO'lar, UNO'lar, tarelkalar, uçan tarelkalar həqiqətdirmi? Dinimizdə, Qur'an-ı-Kərimdə Peyğəmbər və onun pak əhl-i beytinin buyurduğuna əsasən Allah Taala biz insanlardan başqa varlıqlar yaradıbmı? Bugün dünyada aktual mövzulardan biri olan bu yad planetlərin mövzusu, uçan naməlum obyektlər, yaxud da bəzən videolarda göstərilən əcib, qərib, maraqlı varlıqlar varmı? Qur'an onlar haqqında nəsə bir ayə deyibmi? Yaxud da Peyğəmbər və onun pak əhl-i beyti bu barədə nəsə bizə onlardan hədislər, hikmətli kəlamlar çatıb ya yox? Mövzumuz bu barədə olacaq. Əvvəldə bunu deyək. Qur'an-ı Kərimdə Allah Taala 150-dən çox ayə göy cisimləri barəsində, ulduzlar barəsində, səmalar barəsində ayələr göndərmişdir. Yəni Qur'an-ı Kərim yeganə müqəddəs kitabdır ki, Qur'an-ı Kərimdə Allah Taala həm də göylərdə, səmalarda bizim günəş sistemindən, qallaktikamızdan ətrafda olan mövzularla da bağlı, ulduzlarla da bağlı ayələr göndərmişdir. 150-dən çox ayə var. Bəzi Qur'an-ı Kərimdə surələrin adı həmin o adlardandır. Məsələn, Şəms surəsi, Günəş surəsi, Qəmər surəsi, Ay surəsi. Ulduzlar, yaxud da bəzi ulduzların adına surələr var. Ən məşhuru Tariq surəsi. Bəzən də Allah Taala onlara and içib və Vaqiə surəsində and içəndən sonra, ulduzların yerinə and içəndən sonra buyurur ki, çox böyük bir anddır. Bilsəydiniz, çox böyük bir anddır. Və çox maraqlıdır. İnsanlar illərlə bu barədə maraqlanıblar. Amma elmi mövzular isə ortaya faktlar qoyulmaqla son əsrlərdə 19, 20, 21-ci əsrdə başlayıb. Amma Qur'an-ı Kərimdə 14 əsr bundan qabaq baxırıq ayələr var ki, bizə bunu başa salır. Peyğəmbər əhl-i beyti Allahın salamı olsun onlara bizlərə çatdırıblar ki, heç də bu dünyada həyat sizdə deyil. Sizdən başqa da həyatda sürənlər var. Varlıqlar var. Onlar da sizi kimi canlıdır. Bizdən başqa da yaşayanlar var. Amma xırdalıqlarına varmayıblar. Müəyyən izahlar bizə veriblər. Elə ona görə də bir-bir ayələrə, hədislərə keçməmişdən qabaq, başlamamışdan qabaq deyirik. Bizim mövzumuz heç də kinolarda çəkilən, fantastik formalarda düzəldilən varlıqlardan deyil. Bu barədə çoxlu kinolar çəkilmişdir. Biz onlardan danışmırıq. 2. Bugün siyasi gündəmdə olan UFO'lar, UNO'lar, tarelkalar, göy cisimləri, yad planetlər, biz onlardan danışmırıq. İndi aktual mövzudur. Bəzən də siyasətdə atılır ortaya gündəmi dəyişməkdən ötürü. Bizim mövzumuz Qur'an-ı Kərimə, Peyğəmbər əhl-i beyti Allahın salamı olsun. Onların buyurduğuna əsasən görəsən Allah Taala'nın bizdən başqa yaratdığı var ya yox? Yer üzərinin sakinləri bizi, yoxsa bizdən başqa bu yer üzərində yaşayanlar var? Ümumiyyətlə başımızı qaldırıb göyə baxanda o gördüyümüz yerlərdə yaşayış var ya yox? Mövzumuz bu barədə olacaq inşallah. Əsrlərlə öncə hələ bütün insanlar bu barədə maraqlanıblar. Hətta qədim Yunandan belə bəzi mənbələrə əsasən insanlar həmişə maraqlanıblar ki, görəsən bizimlə bu yer kürəsində, yaxud da bu yer kürəsindən kənara çıxdıqda, başımızı qaldırıb göyə baxdıqda bizdən başqa varlıqlar var ya yox? Qur'an-ı Kərimdə 14 əsr bundan qabaq, hətta bəzi alimlərin buyurduğuna əsasən Qur'an-ı Kərimin elmi möcüzələrindəndir. Son illərdə, son əsrlərdə başlayıblar bu tədqiqatlar. Amma Qur'an isə 14 əsr bundan qabaq bizə göy cisimlərindən danışıb, onlarda həyatın olduğuna Qur'an-ı Kərimdə işarələr var, təfsirçilərin buyurduğuna əsasən. Əlbəttə Qur'an xırdalıqlara varmayıb. 1. Şura surəsi 29-cu ayə. Ayə diqqətlə baxın. Və min ayatihi xalqus semavati vel ard. Allah Taala'nın nişanələrindən biri də qüdrət nişanlarından, əzəmət nişanlarından biri də nədir? Göylərin və yerin yaradılışıdır. Və ma bəstə fihima min dabbə. Göylərin və yerin və onlarda o ikisində yaydığı canlıların yaradılışında nişanə vardır. Ayədə deyir ki, yerdə və göylə. Yəni göydə, yerdə təkcə bizdən başqa nə var? Sakinlər var. Və göylərdə də canlılar var. Bu ayə əsasən. Sonra buyurur, və huvə alə cəm'ihim izə yəşəu qadir. O istəyəndə onları bir yerə toplamağa qadirdir. İndi 2-ci ayə. Ər-Rəhman surəsi. Deməli, Şura surəsinə əsasən yerdə və göylərdə canlılar var. Nə var? Canlı var. Bizi kimi canlılar var. 2. Ər-Rəhman 29-cu ayə. Yəsəluhu mən fis-səmavati vəl-ərd kullə yevmin huvə fi şə'n.
Göylərdə və yerdə olan hər bir kəs ondan diləyi var, istəyir, ehtiyacı var. Harda? Göylərdə və yerdə. Deməli, bu ayə əsasən göylərdə varlıqlar var ki, Allahdan onların da nəvə istəyi var. Allaha ehtiyacları var. Ər-Rəhman surəsi 3, İsra 44. İsra surəsi 44-cü ayə. Onlar Allahı yad edirlər. Tusabbihu lehus-semavatus-seb' vel-ard və men fihinnə və in min şeyin illa yusabbihu bihamdih velakin la tafqahuna tasbihahum innehu kana haliman gafura. 7 göy, yer, diqqətlə qulaq asın və onlarda olan hər bir kəs. Harda olan? Onlarda. 7 göydə varlıqlar var. Onlarda olan varlıqlar var. Hər bir kəs onu pak sifətlərə mədh edir. Nəinki orada varlıqlar var göylərdə, hətta onlar da bizi kimi Allahı neynirlər? Tanıyırlar, yad edirlər. Amma sadəcə budur ki, biz onların təsbihini, onların Allahı yad eləməyini başa düşmürük yerdə və göydə olanlardan. Deməli, bu ayələrə əsasən yerdə, bizim yaşadığımız bu yerdə, o cümlədən də göylərdə varlıqlar var. Ayədə olan bəzi nöqtələri qardaşların diqqətinə çatdırırıq. Ayədə gəlmişdir fihima, Şura surəsində. Həm yerdə, həm göydə. Hər ikisində varlıqlar var. 2. Dabbə kəlməsi. Dabbə kəlməsi dəvab kəlməsinin təkidir. Dabbə canlıya deyilir və canlıdır kəlməsi üçün işlənir dabbə kəlməsi. Deməli, orada yaşayanlar canlıdırlar. Quran onlara nə ad qoyub? Canlıdırlar. Başqa bir nöqtə. Quran deyir, orada yaymağı və bəssə saysız hesabsızdır. Bir varlıqdır, bir bizik, bir də onlardır. Yox, bizdən əlavə göylərdə və yerdə çoxlu varlıqlar var. Saysız hesabsızdır. 3. Başqa bir nöqtə. Onların bəzisi yer üzərində yaşayır, ərd. Bəziləri isə səmavat, göylərdə yaşayır. O cümlədən də Qur'an-ı Kərimdə məşriqlər və məğriblər ayəsi ki var və hər gün namazda oxuduğumuz Elhamdülillahi Rabbil aləmin. Həmd sənə məxsusdur kimə? Aləmlərin Rəbbinə. Aləmlərin kəlməsinin özünü bəzi müfəssirlər deyiblər ki, o bizdən başqa da aləmlərə, dünyalara şamil ola bilər. Biz bir aləmik. Bizdən əlavə də aləmlər vardır. Və xüsusən də ayədə mən kəlməsi ərəb dilinin qrammatikasında və aləm kəlməsində özü bəzən ağıllı, düşünən varlıqlar üçün istifadə olunduqda bəzi alimlər bu ayələrin təfsirində buyurublar ki, həmin o varlıqlar ki var, bizdən əlavə yer kürəsindən kənarda yaşayırlar, onlar da ağıl sahibidirlər, yəni onlar da düşünürlər. O cümlədən də bəzi alimlər buyurublar ki, orada dabbə kəlməsindən onların maddi varlığı olduğu nəzərə gəlir. Dabbə maddidir. Elə ona görə də təfsirçilər indi baxırıq. Müfəssirlər, Allah rəhmət eləsin, məşhur Quran müfəssiri Allamə Təbatabai Əl-Mizan təfsirində bu ayənin, yəni Şura surəsinin təfsirində buyurub ki, ola bilər bəziləri desin ki, orada göylərdə varlıqlar var, mələklərdir. Xeyr, dabbə kəlməsi canlı, maddi varlığa deyilir. Mələklər dabbədən hesab olunmur. Məkarim Şirazi, hal-hazırda sağ olan mərcə təqlidlərdən, müştəhidlərdən biridir, Allah hifz eləsin. Özü nümunə təfsirində dabbə kəlməsindən danışıb, onların varlığından və həyatından bəhs aparıb, ayənin buna dəlil olduğunu deyib, amma daha biz xırdalıqlarını bilmirik. Görəsən, onlar necə varlıqlardır? Onlar da bizi kimi yeyib, içib, yatırlar, maddidirlər, şəhvət qəzəbləri var. Bizim bu barədə daha məlumatımız yoxdur. Ayə bu barədə danışmır. Amma varlıqların olmağını deyir. Özü də 14 əsr bundan qabaq. Hələ heç kəs bu barədə danışmayanda. Yəni, əgər o vaxtda Peyğəmbər Əhl-i Beyti, Allahın salamı olsun, onların dövründə Quran nazil olanda desəydin ki, qardaş, bizdən başqa da varlıqlar var, təəccüb edərdilər. Amma Quran bunu o vaxtda təsdiq eləyirdi. Əhl-i sünnə qardaşlarımızdan da o cümlədən Zəməxşəri və Fəxr Razi, Quran müfəssirlərdə həm də əhl-i sünnə alimlərdir, onlar da öz kitablarında bu ayələrin təfsirində buyurublar ki, bu ayələrə əsasən bizdən başqa da yer üzərində yaşayan sakinlər və göylərdə olan varlıqlar, canlılar var. Müasir alimlərdən biri Ayətullah Nuri Həmədani, tanıyırsınız, sağdır, Allah hifz eləsin, Azərbaycana da səfər edib. Nuri Həmədani çox gözəl bir kitab yazmışdır. Elə kitabın özü dinimizdə araşdırman aparıb ki, görəsən, yad planetlər bizdən əlavə fəzalarda, göylərdə yaşayan var ya yox, orada maraqlı araşdırmalar gətirib. Həm Rus alimlərindən, həm Amerika alimlərindən, NASA'nın özündən kitabı oxumağı tövsiyə edirəm, düzdür, kitab fars dilindədir. Onun özü də buyurur ki, alimlərin araşdırması göstərir ki, bizdən əlavə bu günəş sistemi ki var, biz yaşayırıq, bu günəş sistemindən əlavə sistemlər var, günəş sistemləri var. Bizim sistemin bir günəşi var, digərlər də var. Və o cümlədəndir ki, bizim qalaktikadan əlavə də
bilmədiyimiz, hətta stat gətirir, 1000 milyon kürələr var. Yer kürəsi onlardan biridir. Sonra Şura surəsinin 29-cu ayəsini Nuri Həmədani, Allah hifz etsin, gətirir buna dəlil. Sonra buyurur ki, yerlərdə və göydə varlıqlar var və 2 nöqtəyə burada işarə edir. 1. Deməli, Quran deyir, onlar sakindirlər, canlıdırlar. 2. Allah Teala buyurur ki, Şura surəsində istədiyi vaxt onları bir yerə yığacaq. Yəni, yer kürəsində yaşayanlarla, göydə yaşayanlar bir yerə yığılacaq. İndi bizim onlarla rabitəmiz yoxdur. Amma ola bilər gələcəkdə bizim yer üzərində yaşayanlarla, yer kürəsində yaşayanlarla digər aylarda, ulduzlarda mı deyək, kəhkəşanlarda varlıqlar ki var göylərdə, onlarla bizim aramızda əlaqə də qurula bilsin. Allah Taala'nın buyurduğuna əsasən Allah istəsə onları bir yerə yığa bilər. Göydə yaşayanları, yerdə yaşayanları. Əlbəttə onun buyurduğu bir təfsirə əsasən. Amma hədislər, bu Quran ayələrindən əlavə, Qur'an-ı Kərimdə olan diqqətinizə çatdırdığım ayələrdən əlavə olaraq Peyğəmbər və onun pak əhli beytindən də bizdə hədislərimiz var. 14 əsr bundan qabaq bizə başa salırlar ki, heç də bu dünyada, bu həyatda yaşayan təkcə canlılar siz deyilsiniz. Hədisləri alimlər toplayıblar, bir neçə yerə bölüblər. Bəzi hədislər bizə bunu başa salır. Yer üzərində və göylərdə yaşayan mələklər var. Bəzi hədislər bizimlə bir yerdə, bu yer kürəsində, bax yaşadığımız yer kürəsində sakin olan cin tayfası, Quranda da cin surəsi var, ondan danışıblar. Hədislərdə gəlmişdir. Bəzi hədislərdə bizim Adəm Peyğəmbərdən, babamız Adəm əleyhissalamdan qabaq da yer üzərində yaşayanların olduğunu deyiblər. Bəzi hədislərə əsasən biz dünyamızı dəyişəndən sonra, bu dünya dağılandan sonra, qiyamət qopandan sonra yenə də yer üzərində insanların gələcəyini bizə xəbər veriblər. Bəzi hədislərimizdə bizdən başqa aləmlərin olduğuna işarə olunmuşdur. Bəzi hədislərdə onların maddi varlığı olduğunu və başqa yerlərdə yaşadığını xəbər veriblər. Bəzilərində onların gizli bir varlığı olduğunu, bəzilərində çox maraqlı nöqtəyə toxunublar. Necə siz yaşayırsınız? Onlar haqqında məlumatınız yoxdur. Onlar da sizi kimi həyat sürürlər. Sizin haqqınızda onların da məlumatı yoxdur. Biz necə bugün müəmma kimi oturmuşuq, görəsən bizdən başqa aləmlər var, yaşayanlar var. Başımızı qaldırıb yerdən göyə baxanda bizdən başqa da dünyalar var. Onlar da bizi kimi düşünür. Görəsən bizdən başqa həyatda yaşayanlar var. Onlar da belə düşünürlər. İndi mən hədislərdən bir neçəsini sizə nümunə kimi xatırladıb söhbətimi yekunlaşdırıram. Cabir adında bir İmam Sadiq Əsəlamın tələbəsi var. Əlbəttə, müxtəlif Cabirlərimiz var. Bu Cabirin özü 5-ci imam, İmam Baqir Əsəlamın şagirdidir. Nəql eləyir. Qur'an-ı Kərimdə Qaf surəsində Allah Teala buyurur: "Əfə'ayinə bil xalqil əvvəl, bəlhum fi ləbsin min xalqin cədid." Məgər biz ilk yaradılışda aciz qalmışıq. İnkar edirlər, biz sizi yaratmışıq. Əksinə yeni yaradılış barəsində səhvdədirlər. Qaf surəsinin 15-ci ayəsi. İmam Baqir əleyhissalamdan bu ayə barəsində soruşdum. İmam buyurdu: "Ey Cabir, bu ayənin təvili budur. Allah Taala bu yaradılışı qutarandan sonra, bu aləm bitəndən sonra, behişt əhli behiştdə sakin olandan sonra, cəhənnəm əhli cəhənnəmdə sakin olandan sonra Allah Taala yeni dünyalar, aləmlər yaradacaq. Ola bilsin, bu hədisəsən onlarda heç erkək dişi də olmasın. Onlar da Allaha ibadət eləyirlər. Sizin yerinizdən əlavə də yerlər və sizin asimandan, göylərdən əlavə də onlara yerlər kölgə salacaq. Sən bəlkə elə fikirləşirsən ki, bu aləmdə ancaq sizsiz. İmam buyurdu: and olsun Allaha, min aləmlər var, yaradılıb. Min Adəm əleyhissalam babaları var ki, yaradılıb. Siz də onların ardıyca. Biz yaradılan aləmlərdən, Adəm babası olanlardan biriyik. Düşmüşük o biri aləmlərin dalıyca, ardıyca. İkinci hədis. İkinci hədisdə İmam Sadiq əleyhissalamdandır. İmam Sadiq əleyhissalam 7 aləmlərdən danışır və bizlərə bizdən başqa Adəmlərin olacağından xəbər verir. Sadiq əleyhissalam buyurur: 12.000 aləm var. Hər birində 7 asiman, 7 göy, 7 yer var. Onların hər birinin özü üçün aləmi var. Sonra imam buyurur ki, biz onların hamısına Allah tərəfindən höccət və imam təyin olunmuşuq. İmamlarımızın elmi və mənəvi məqamını xəbər verir. Biharul Ənvarda bu hədisi nəql ediblər. O cümlədən başqa bir hədisdə bizə xəbər verirlər ki, bəzi aləmlərdə yaşayan insanlar var, onlar bir göz qırpımı qədər günah eləməyiblər. Əbu Həmzə İmam Baqir əleyhissalamdan nəql eləyir və imam o aləmlərdən danışandan sonra deyir ki, o məxluqatlar, o yaradılışlarda bir göz qırpımında belə Allah Taalaya günah eləməyiblər. Amma biz isə o cümlədən İmam Sadiq əleyhissalamdan da maraqlı bir
hədisimiz var. Daha onu mən demirəm burada, uzun çəkəcək, vaxtımız getməsin. İbn Abbas, Peyğəmbər sahabəsi. Peyğəmbərdən nəql edir ki, biz əyləşmişdik, öz aramızda danışırdıq. Bu zaman Peyğəmbər daxil oldu, bizdən soruşdu, nə barədə bəhs aparırsınız, nə barədə danışırsınız? Dedi ki, biz günəş barəsində necə günəş çıxır, necə batır, bunun barəsində danışırıq. Peyğəmbər dedi, əhsənd, təriflədi, təfəkkür edin bu barədə, Allah Taala'nın yaratdıqları barəsində düşünün, Allah Taala'nın özü barəsində, zatı barəsində düşünməyin. Sonra Peyğəmbər özü bizim bu elmi bəhs ki, biz günəşdən danışırdıq, başladı elmi bəhsləri açmağa. Sizin bu yaşadığınızdan əlavə dəryalar, göylər, görmədiyiniz, bilmədiyiniz 70 min ümmətdən danışdı. Biz bir ümmətik, bizdən əlavə də 70 min ümmətlər var. Əmir əl-Müminin Həzrəti Əli əleyhissalam bir hikmətli kəlamında bizə deyir ki, siz necə şəhərləriniz var, yaşayırsınız, sizdən əlavə şəhərlər var, oranın sakinləri var. İmam buyurur, bu ulduzlar ki var göylərdə, onlar da sizin mövcud yaşadığınız şəhərlər kimi, o ulduzlar da şəhərlərdir. Mədain. Ən-nucumulləti fis-səma. Göylərdə gördüyünüz bu ulduzlar, mədainun mislul mədainilləti fil-ard. Sizin bu dünya yaşadığınız şəhərlər kimi orada şəhərlər var. Sonra imam buyurdu, hər şəhərin özü bir nur sütunu ilə bağlanmışdır. Hər sütunun arasında olan məsafə də 250 ildən çoxdur. 250 il gərək gedəsən bu şəhərdən o şəhərə. Biz başımızı qaldırıb baxanda onları belə görürük. O cümlədən digər bir hədisdə də imam bu hədislərdən danışır və söhbəti açır, o şəhərlərin arasında olan məsafənin 40 günə bildirir. Yəni biz başımızı qaldıranda imamların buyurduğuna əsasən yaşadığımız məntəqədən əlavə, yer kürəsindən əlavə yaşayışda olan kürələr var, şəhərlər var. Onların öz arasında məsafə 40 günlük məsafədir. İndi əlbəttə bu hədislərin izahı var, hədislərin elmi açıqlaması var. Alimlər bu barədə geniş söhbətlər açıblar ki, mən daha çox vaxt salmaq istəmirəm. Sonda İmam Zaman əleyhissalam zuhur eləyəndən sonra bəzi hədislərimizə əsasən alimlər buyurublar ki, digər planetlərlə də əlaqə qurmaq, səfər etmək mümkün olacaq. Yəni bugün NASA'nın dediyi, bəzi ölkələrin dediyi ki var, yalan, doğru biz bilmirik. Amma hal-hazırda görəsən biz başqa planetə gedə bilmişikmi? Ayla bağlı söhbət var. Sonra da təkzib elədilər. Deyirlər yalan danışıb NASA. Amma bizim hədislərə əsasən İmam Zaman ağa zuhur eləyəndən sonra bəzi varlıqlar ki olacaq, İmam Zaman ağanın özünü və onunla bir yerdə olanları da başqa yerə çatdıracaq. Və onların bir neçəsini deyim, söhbətimi yekunlaşdırım. Peyğəmbər sahabəsi Əbu Səid nəql edir. Peyğəmbər buyurdu, Allahın salamı olsun ona və əhli beytinə. İmam Zaman ağanın xilafəti dövründə, hakimiyyəti dövründə yerin sakinləri və göyün sakinləri və quşlar da havada olanlar imamdan razı qalacaq. Kimlər razı qalacaq? İmam Zaman ağa elə bir hakimiyyət olacaq ki, həm yeri sakinləri, bizdən başqa da var, hədis deyir ki, göydə yaşayanlar da imamdan razı qalacaq. Orada yaşayanlar var. O cümlədən Meyrac hədisində Peyğəmbər buyurur, Allah Taala onun üçün küləyi ram eləyəcək. Nəyi? Küləyi. Necə ki Süleyman Peyğəmbər olmuşdu. Allah Taala İmam Zaman əleyhissalam üçün buludu ram eləyəcək. Sonra buyurur Allah Taala və la urqiyannahu fil asbab. Bunu tərcümədə belə deyirlər. İmamı Allah Taala qaldıracaq səbəblərlə. Müəyyən vasitələr olacaq ki, imamı bu yer kürəsindən qaldırsın, aparsın. Və İmam Səccad əleyhissalamdan, 4-cü imamımızdan var ki, sizin sahibiniz, yəni İmam Zaman ağa buludlara süvar olacaq. Mən fantastika danışmıram, qulaq asanlar da ki, dindarlardır. Bizim hədislərə əsasən İmam Zaman ağa, indi görəsən imam buludlara, Süleyman Peyğəmbər necə buludla hərəkət edirdi? Buluddan məqsəd nədir? Bəlkə o vaxt desəydi təyyarələrə, yaxud da tarelikalara, mini vasitələrinə, təyyarə çoxları da ki, bu nə danışır? Biz göydə uça bilmirik, 2 metrə tullana bilmirik. Bu bizə belə şey danışır. İmam buyurur ki, Allah Taala onu buludlara süvar eləyəcək, 7 göy, 7 yer, iqlimlər hamısında o yuxarı qalxacaq. İmam Zaman ağanın hakimiyyəti xülasə bu hədisə əsasən təkcə biz olmayacaq. Bütün yer, göy hamısı İmam Zaman ağanın, digər planetlər də onun hakimiyyəti altında olacaq. Onlara səfər etmək mümkün olacaq. Sonda İmam Sadiq əleyhissalamın tanınmış elm tələbəsi, Avropada da yaxşı tanınan Cabir ibn Həyyanın özünün sözünün söhbətimi yekunlaşdıram. Cabir ibn Həyyan buyurur ki, 6-cı imamın tələbəsidir. Təsəvvürlə o vaxt bu bəhslər yox idi. Amma Cabir neçə əsr bundan qabaq öz kitablarında bu barədə danışır ki, ola bilər bizim yaşadığımız varlıqlardan əlavə də yer kürəsində varlıqlar olsun. Bizim onlar haqqında məlumatımız olmasın. Niyə? Çünki bizim yaradılışımız elə yaradılmışdır ki, biz onları görə tanıya bilmirik. Ona görə də onları inkar etməməliyik.
Bu da Cabirin vurduğudur. Deməli, aldığımız nəticə budur. Qur'an-ı Kərimə, Peyğəmbər Əhl-i Beytin, Allahın salamı olsun onlara, buyurduğuna əsasən bizdən başqa da yer kürəsində sakinlər var. Əlavə yerdən, göylərdə də canlılar, yaşayanlar var. Hədislər deyir, sizin şəhərləriniz kimi orada da şəhərlər var. Onlar da Allahı tanıyırlar, onlar da Allahı zikr edirlər. Amma necə, nə cür, indi bəzi ölkələrin, xüsusən Amerikanın dediyi UFO'lar, yad planetlər, görəsən onlardır, biz bunlar haqqında heç bir söz deyə bilmərik. Həqiqəti Allah Taala bilir. İnşallah İmam Zaman əleyhissalam gələndə bu elmlər daha da insanlara yaxşı açılıb bəyan olunacaq. Allah Taala bizi bu deyilənləri hamısını İslamın, Qur'anın ayələrini başa düşüb onları qavrayanlardan qərar versin.